Salam dostlar, loqaritma mövzusuna aid isbatla bağlı belə bir bərabərsizliyin isbatına baxaq. Deməli verilib A 0 ilə 1 arasındadır, B də 0 ilə 1 arasında olarsa, loqaritma A əsasdan AB üstəgəl loqaritma B əsasdan AB böyük bərabər 4 olduğunu isbat edin. Əvvəlcə bu loqaritmaları bir qədər sadələşdiririk. Yəni loqaritma A əsasdan AB-nin yerinə yazırıq. Loqaritma A əsasdan B üstəgəl loqaritma A əsasdan A üstəgəl loqaritma B əsasdan AB-nin yerinə yazırıq. Loqaritma B əsasdan A üstəgəl loqaritma B əsasdan B böyük bərabərdir 4-dən. Loqaritma A əsasdan A 1 edir. Loqaritma B əsasdan B 1 edir. Onda alırıq ki, loqaritma A əsasdan B üstəgəl loqaritma B əsasdan A böyük bərabərdir. Soldakı bu birləri sağa keçirsək alarıq ki, istənilən iki müsbət ədədin ədədi ortası, yəni A plus B böl 2 böyük bərabər olur onun həndəsi ortasından. Yəni kök altda A vur B-dən. Bu bərabərsizliyi, yəni bu doğru olan bərabərsizliyi bizim tapdığımız bu loqaritma A əsasdan B üstəgəl loqaritma B əsasdan A böyük bərabər 2 bərabərsizliyinə tətbiq etsək, alırıq ki, loqaritma A əsasdan B üstəgəl loqaritma B əsasdan A böyük bərabərdir 2 vurulsun kök altında loqaritma A əsasdan B vurulsun loqaritma B əsasdan A. Loqaritma xassəsinə görə bu kök altında B-lər ixtisar gedir, A-lar ixtisar gedir. Yəni kökün altında 1 qalır. Buradan alırıq ki, loqaritma A əsasdan B üstəgəl loqaritma B əsasdan A böyük bərabərdir 2-dən. Yəni bu əvvəl verilmiş bərabərsizliyin doğru olduğunu bu bərabərsizliklə isbat etdik.